Salamlar, saygılar həmvətənlər. Bugün Maşallah bəy Rəzmi iləyik. Maşallah bəy Rəzmi bir əks cəmiyyətinin eksperti olaraq burada bizimlədir. Ondan bir iki dənə kiçik sualımız olacaq. İlk başında Maşallah bəy istərdim soruşam ki, sizin nəzəriniz bu iclasa dünən və bugün nə mənədir? Bugün yani dünən və bugün bu milli əqəlliyyətlər probleminin üstündə Sazman Millərin bərnaməsi keçirdi. 18-ci forumdur. Minority 18-ci forumdur. Mən əvvəlindən olmuşam. Hər il təqribən bu forumda olmuşam. Mənim ərziyablığım budur ki, ilbəil bu azlıqların nümayəndələri iştirak eləməyə çox amada gəlirlər, çoxalıblar və haqq sözlərini deyil. Əlbəttə dövlətlər də onun müqabilində cavab verirlər. Bəli, nəhayətdə demək olar ki, burada yaxşı imkan olubdur ki, dünyada tamam o azlıq millətlər ki vardılar, burada sözlərini eləyə bilirlər, dünya ictimaiyyətinə yetirsinlər. Hər ildə bir mövzu əsas olurdu. Bir zaman məsələn Filistin məsələsi əsasdı, bir dəfə Suriyə məsələsi, bir dəfə Kürd məsələsi, bir dəfə ayrı cənglər ki olurdu, onların məsələsi olurdu filan. Bu il əsas məsələ der vaqa o forumun əsli qismətləri İranlıların probleminin üstündə oldu. Xüsusən o əhvazlı ərəblər çox ciddi və hazır gəlmişdilər, yaxşı iştirak elədilər. Əlbəttə Kürdlər var idi, Azərbaycanlılar, 4 nəfər Azərbaycanlılardan sözçü olub danışmada, danışıblar məcmuda. Qaşqayların nümayəndəsi danışdı və təəssüflə türkmənlər gələ bilməmişdilər bu dəfə. Amma hər halda İranın tamam o azlıq millətləri, bəluçlar sözlərini dedilər və Cumhuriyet İslamı da bir gecə heyət gətirib özü ilə 5-6 dənə də yalancı NGO düzəldiblər. Cavanların, Mərkəzi Cavanların adına filan Behman gəliblər. İstəyirlər desinlər ki, İran mərkəzi hüquq-u bəşər, nə bünyangüzar hüquq-u bəşərdir. Və o Kuruşdan danışırlar, filandan Behmandan danışırlar, özləri də bilirlər yalandır, vəli hər halda səy eləyirlər desinlər ki, İranda hüquq-u bəşər riayət olunur. Vəli kontrollarını da gahdan əldən verirlər ki, dünənlərə axşam İranın nümayəndəsi dahi o diplomatik dili yaddan çıxardıbdır və başlayıbdır bir sıra pərtipələ demağa ki, sazmanlılar etiraz edib, durbinin qət ediblər, mikrofonu qət ediblər və indi də idaməsi vardı. Ümidim vardı ki, qalan azlıqlarda büyünlər ki, danışacaqlar, o haqq sözlərini desinlər və dünya əlbəttə bilir ki, İranda hüquq-u bəşər tamam ərsələrdə nəqz olunur. Bu nümayəndələr ki, hakimiyyətin ya bu ifratçı qüvvələrindəndirlər, nədə də çalışsalar əksi nəticə alırlar. Çünki dünya bilir ki, Cumhuriyet İslami bir ayrı seçki ideolojisi vardı, bir ekstremist, bir ifratçı, dini bir hökumətdir. Orada bərabərlikdən danışmaq əsasən yeri yoxdur. Bunlar istəyirlər ondan difə eləsinlər ki, hər halda məcmusun mənim nəzərimə cəmləsək, bu iclas çox İranın o azlıqların mərifçilik eləməkdə müvəffəq edir və İslam Cumhuriyyəsinin ifşa eləməkdə də gənə müvəffəq edir. Biz əlbəttə dünənləri Ərz Cəmiyyətinin müdürünün danışması əsasən daxildəki o milli fəallar ki, indi zindandadırlar, ehtisab qəzadadırlar, onların haqqında danışırdı. Bizim də bura gəlməkdən məqsədimiz onların səsi olmaqdır, onları dünyada difa eləməkdir hər halda. Onlar da mütməyin olsunlar ki, səsləri bir yerə yetişəcəkdir, biz bir kör tutmamışıq, tamam zindicanlığımızı vəqf eləmişik ki, onların səsini dünyada ucaldaq. Haqların olmağa mənim nəzərimə, yəni milli haqları almaq ünvanı hüquq bir şey,
hər halda harda olsa daxildə və xaricdə bunu davam etdirməliyik. Heç birimiz bu həqdən keçməli deyirik. Mən daxildəki milli fəallarımıza da tövsiyəm budur ki, o yoldan ki imkanları vardır, o yoldan ki bacarırlar, o yoldan ki eləyə bilərlər. Öz milli hüquqlarını almaq üçün dil məsələsində, iqtisadiyyat məsələsində, bir sürü ayrı seçkilik məsələsi ilə mübarizə eləməkdə bu haqda heç vaxt yorulmasınlar, mütməyin olsunlar ki, biz bu hədəfə çatacağıq, biz də onlarla birlikdə xaricdə hərəkət edirik ki, bu milli istəklərimizə yetişək. Maşallah bəy, son sözünüz olsa o nə və nədir? Onu istəyirdim biləm. Son sözüm Azərbaycanlıların əməzin ki, hangi qrupdadırlar, hangi ideolojidadırlar, hangi baxışları vardır, bir olmalıdır. Biz bir olmalıyıq, bir olub, yəni vəhdət, birlik bizim əsl vəsiləmiz olar, əsl silahımız olar, hədəflərimizə yetişmək üçün. İxtilaflarımıza vardı geçmişdə, ya vardı qırağa qoymalıyıq və milli hüquqlarımızı almağa bir olmalıyıq. Çox təşəkkür edirəm Maşallah bəy. Gününüz xeyir olsun. Sağ olun.